Aktrisa Pərvin Abiyeva açıqlaması ilə diqqət çəkib. Pərvin qonağı olduğu Xəbərin Var maqazin verilişində sənəti ilə bağlı müzakirə yaradacaq açıqlama verib. Gündəm xəbər olaylara istinadən xəbər verir ki, Abiyeva bildirib ki, bu sənət insanı yavaş-yavaş sırtıldır. Jurnalistlər mənə bu sənətdən nədən qorxursan sualını verəndə cavab verirdim ki, sırtılmaqdan. Bunu istəyirsiniz pis və ya yaxşı başa düşün. Sırtılmaq, yəni yalandan da olsa saxta gülmək, xoşuna gəlməsə də xoşuna gəlmiş kimi özünü göstərmək, sevmədiyin bir insanla məcburiyyətdən bir verilişdə iştirak eləmək, yazılan neqativ şərhlərə münasibət bildirməmək və fikir verməmək, onları qəlbinə almamaq. Çünki əvvəllər mən bu cür neqativ şərhlərdən pis olub ağlayırdım. İllər keçdikcə artıq bunlara gülə də bilirəm. Amma əvvəllər bu belə deyildi. Oturub hönkür-hönkür ağlayırdım deyə aktrisa bildirib.